Böyük əhl-i sünnə alimi Əhməd ibn Həmbəl belə nəql edir. Abdullah ibn Nəcih atasından nəql edir ki, Nəcih əli ilə yol gedirdi. O, əlinin dəstəmaz suyunu hazırlayan şəxs idi. Siffeynə getdikləri zaman Neynəvaya, yəni Kərbalaya yetişdikdə əli səslənərək belə dedi: "Səbr et, ey Əba Əbdillah. Fəratın sahilində səbr et, ey Əba Əbdillah." Nəcih deyir ki, ona belə dedim. Bu nə deməkdir? Əli buyurdu: "Bir gün Peyğəmbərin yanına daxil oldum. Onun gözlərindən yaş axırdı. Dedim ki, ey Allahın Peyğəmbəri, kimsə səni əsəbləşdirib? Nəyə görə ağlayırsan?" Peyğəmbər buyurdu: "Xeyr, biraz öncə Cəbrail yanımdan ayrıldı. O mənə dedi ki, Hüseyn Fərat sahilində öldürüləcək." Peyğəmbər buyurdu ki, Cəbrail sözünün davamında belə dedi: "Qoxlamaq üçün həmin torpaqdan sənə biraz təqdim etməyimi istəyirsənmi?" Ona bəli dedim. Bu zaman əlini uzadaraq bir ovuc torpaq götürdü və onu mənə verdi. Mən də göz yaşlarıma hakim ola bilmədim. Müsnəd-i Əhməd 1-ci cild səhifə 85. Heysəmi Məcmuəz Zəvaid kitabının 9-cu cild 190-cı səhifəsində bu hədis barədə belə yazır: Hədisin sənədində olan şəxslərin hamısı doğru danışan şəxslərdir.